Deməli, mor dırnaqlarımı sökdüm. Ağ rəngdə dırnaqlarımı eləyəcəm ki, toya uyğun olsun, həm də geyimimə uyğun olsun. Müge Anlı'ya baxıram, çox sevirəm də bu qadını, idolümdür. Qızlar, indi gedirəm, Temudan kargolarım gəlib, onları götürməyə. Amma açılımını bu videoda eləməyəcəm. Sırf bir video çəkəcəm, Temu açılım videosu ki, mənim məhsullarım bir qədər çoxdur. Bu vlogun içinə yerləşdirmək istəmirəm. Bu arada dırnaqlarımı da belə eləmişəm. Toya və libasıma uyğun olsun deyə korreksiya elədim. Çox qəşəng oldu. Gedim kargolarımı götürüm, sonra evə qayıdıb özüm makyaj eləyəcəm və geyimimi geyinib gedəcəm. Ağzım suya. Ben bugünlerim burada özümü borclu hissederim. Yani burada mütəq olmalıyım. Ve geldim de, tebrik elədim de. Mənlə beraber tek gelmemişim. Bizim güzel sənətçimiz Kerim Abbasov da buradadır. İndi burada bunu çatlasın çalınlasın olacaq. Kerimi tanıyorsunuz da. Kerimi bilirsiniz de. Bir yandan okuyur, bir yandan oynayır. Məclisə daxil olsa orada dağılmalıdır. Gelsin, gelmesin. Əla. Kerim Abbasov gelir dostlar. Bir yerde rəqs eləyərik inşallah. Gel ay Kerim, gel. Gəlir indi, eynəkli. Teşekkür ederim. Her vaktiniz hayırlı olsun değerli konaklar. Herkesi hoş gördük, hoş geldiniz. Beyimizin gelmemizin şerefine əsl Azərbaycan sayağı. Gürültülü alkışlar gelsin, səmimi qəlbdən. Ben hanımınızı rəqsə dəvət edim. Qızlar, toy dünən o qədər maraqlı keçdi ki, mən ana odaqlandım, video falan da çəkə bilmədim. Amma çox qəşəng oldu da. İndi mən belə lazanya eləyəcəm. Ətim var idi, qiyməm. İstədim əvvəl küftə eləyim, sonra dedim küftəni davamlı olaraq yeyirik də, yəni küftə, dolma, biraz da fərqli olsun deyə. Gördüm ki, belə biraz lazanya qalıb. İstəyirəm ondan bişirim. Belə əti qovuracam indi, sonra marketdən düşüm pendir alım, qəşəng bişirək. Artıq qara əlcəkdən istifadə edirəm yemək bişirəndə. Niyə? Çünki ağıllanmışam. Mən yemək bişirəndə sarı kökdən falan çox istifadə edirəm. Dırnaqlarım saralırdı. Və hər dəfə o saralmış dırnağımı korreksiya eləyirdim. Məcbur. İndi isə ağıllandım. Belə qərara gəldim ki, əlcəkdən istifadə edeyim. Həm də gigiyenik olsun. Bir də qızlar, mənim baxın, şkafım bu gündədir. İstəyirəm orqanayzer alım. Orqanayzer həm səliqəsinə görə, həm də məsələn burada çox şeylər var, mən tapa bilmirəm. Burada belə, nə bilim, manlı var orada, neçə gündür heç mən bilmirəm manlı var. Yəni olsa bişirərdim, fikirləşirdim. Sonra burada belə müsli var, kofe var, burada Türk qəhvəsi, nə bilim, qəşəng şeylər var, Herkules. Əslində belə orqanayzer formasında olsa, şəffaf qabda, mən bilərəm ki, nə var, istifadə eləməyim daha rahat olar. Yuxarı hissəyə də un, pesok, düyü, onları qoyaram, qənd, daha belə istifadə olunan şeylər, aşağıya da ərzaqları.
Trendyoldan almaq istəyirəm əslində. Dedilər Sədərəydə də var. İndi sizcə Trendyoldan alım, yoxsa Sədərəydən? Ətim artıq hazır olur demək olar. Bunun içinə yerləşdirdim lazenyaları. 3 dənəsi yerləşdim. Mən də belə 9 dənə götürdüm ki, 3 qat olsun. Pendiri keçirtdim turkadan. Bunu da elədim. Göyərti o salata alarlardı. Hazırdır. Qoyaq bişməyə görə necə alınacaq. Pendiri qəşəng əriyib. Sabahınız xeyir qızlar. Səhər saat 7-də 8 işləyib. Mən də belə yemək hazırlamışam. Çay içəcəm. Bunları da işə aparacağım. Verməşilli aşdı. Bir də belə bir suxarik salatıdır. Bu salat çox dadlıdır. Deməli, əsas 3 ərzağı qarğıdalı, file, mayonez, bir də xruşdim suxarikidir. İstəsəz siz əlavə də nəsə qata bilərsiniz. Mən əlavə indi göyərti ilə xiyar əlavə eləmişəm. Belə. Kamilya üçün də 2 dənə sok qoymuşam. 2 dənə çudo yoğurtu. Bir də qızlar buna baxın. Görün nə qəşəngdir şəpiklərim, dəstim. Bu Temudan almışam. Yəni dünənki Temu bağlamamdan çıxıb. Amma bunun detallı açılışını sizə bundan sonraki videomda göstərəcəm. Bugün də hava proqnozum belə göstərir. 8-15 dərəcəyə qədər. Bilmirəm indi üstdən nə giyinim. Uzun qol koja raket giyinim, yoxsa qısa qol raket giyinim. Altdan uzun qol. Bilmirəm. Hava durumu, yəni heç vaxt mən hava durumuna uyğun geyinməmişəm. Geyimimi zaten ya soyuq olanda isti geyinmişəm, isti olanda da soyuq geyinmişəm. İşdən gəldim mən, biraz bazarlıq elədim. Qızlar, bu arada bilmirəm işə girməyimə sevinim ya sevinməyim. Çünki əvvəl evdən işləyirdim freelancer olaraq. İndi isə artıq işə çıxmışam. Bununla bağlı da vloglarım bilməm hiss edirsiniz ya yox. Son zamanlarda daha az vlog çəkirəm. Yəni işə gün keçib axırıncı vlogumun üstündən. İşlə bağlı mən yenə vloglarımı axsatmışam. Amma çalışacağım ki, davamlı vloglar çəkim siz üçün. Qızlar, bir də mən Instagramda, baxın bu səhifədən Kamilya üçün kitab sifariş eləmişdim, onu götürdüm. Bu səhifədən daha öncə də kitab almışdım. O qədər qəşəngdir ki, bu səhifədəki kitablar. Bir dənə siz girin Instagramda, bu səhifəni yazın, baxın. Çox maraqlı, çox öyrədici kitablar var. Qutuya qoyublar belə, çox qəşəngdir. Yəni mən bu səhifədə olan kitabları heç bir kitab mağazasında yaxud səhifədə görməmişəm. Baxın, çox maraqlıdır belə. Belə. Kamilya üçün mən kitabları rus dilində alıram. Və şəkillidir deyə belə maraqlı olur. Həm də özüm oxuyuram onu. Belə. O qədər maraqlı kitabdır ki. Zayika. Belə bu hissəsi görürsünüz belədir. Sonra Yujik. Maraqlıdır, yəni uşaq üçün çox maraqlı kitabdır. İyi все. Belə. 3 yaş plusdur, amma mən indi almışam. Maraqlıdır məncə. İndi o biri aldığım kitabı da göstərim sizə, əvvəl aldığımı. Baxın, deməli bu kitabı idi. Bu kitabı da mən bu səhifədən almışam. Yenə göstərim səhifənin adını. kidsbookshop.az. Belə. Deməli, ilk 500 sözdür uşaqlar üçün. Düzdür, Kamilya təbii ki, indi bu sözlərin hamısını deyə bilmir. Sadəcə birisi necə öyrətmişəm mən ona. İçinə belə stikerlər çıxmışdı. Alanda hədiyyə qoymuşdular. İçinə yapışdırmışam. Mən deməli, məsələn deyirəm, soruşuram ondan ki, Mişka göstərir mənə. Samalyot deyirsən, göstərir. Məsələn, maşını soruşuram, göstərir əli ilə. Sözləri deyə bilməsə də mən hər gün belə izah eləyib deyirəm. Məsələn, deyirəm, konstruktor hanı göstərir onu belə. Yəni, bu kitabda bir çox şeyi öyrənib göstərir. Azərbaycan dilində mən buna kitab almışdım. Rəqəmlər, hərflər olan, heyvanlar olan. Kitab çox bərbad idi da. Yəni, onu da sizə göstərərəm. Mama gildədir o kitab. Amma bu kitab o qədər qəşəngdir ki, şəkilləri belə aydındır. Məsələn, baxanda başa düşmək olur da, bu nədir, bu tulka falan.
Amma həmin o Azərbaycan kitabına inanın pişik şəkli qoyublar. Qapqara pişikdir. Sarı rəngli gözləri görsənir. Altına yazıblar pişik. Uşaq nə başa düşsün o pişikdir. Sonra qəribə şeylər qoyublar. Yəni avokado qoyublar. Yəni uşaq bananı, almanı bilməmiş avokadonu nətər bilsin. O qədər qəşəng kitabdır ki, bu çox dəhşət qəşəng kitabdır. Hər şey aydın şəkildədir belə. Belə tez göstəreyim. Hamısını durub bir göstərməyim səhifələrin, amma maraqlı gəlsəsə alarsınız. Çox qəşəngdir. Belə. Bir də qızlar deməli, mən kameliyanın videosunu çəkmişdim. Burada belə bir səhifə var. Gül olan səhifədir. Burada mənim adım olan gül var, Liliya. Deyirəm, onu da göstərir. Bir də bu səhifəni açanda iyiləyir bu gülü. İyiləyir, deyir bəh. Belə 0 plus. Bu səhifədə o qədər maraqlı kitablar var ki, istəyirəm hamısını alım. Prosta hamısını ala bilmirəm birdən. Çox maraqlı kitablar var.